Salam əziz abituriyentlər. Bugün sizinlə paylaşdığım sualların izahını təqdim edirəm. Əvvəlcə ABD düzbucaqlı üçbucağında A düzbucaq təpəsindən BD tərəfinə AE medianını çəkirik və həmin tərəfi X və X şəklində iki hissəyə bölürük. Yadımıza saldırıq ki, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən median tərəfi yarıya bölüb onun yarısına bərabərdir. Bu zaman BM tərəfinin AM tərəfinə bərabər olması bərabəryanlı üçbucağın oturacağındakı bucaqların bərabərlik xassəsindən bucaqları alfa və alfa şəklində işarə edirik. Daha sonra M təpəsindəki xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir xassəsindən 2 alfa ilə işarə edilir. Bu zaman AM tərəfinin AC tərəfinə bərabər olduğunu və 8 olduğunu görürük. Biz BD tərəfini 2x ilə işarə edirik və x-i 8 aldığımıza görə 2 vurulsun 8, 16 cavabını alırıq. İkinci sualda isə məsafənin 11 olduğuna görə biz həmin məsafələri x və 11-x ilə işarə edirik. Kosinuslar teoremini tətbiq etsək, kökdə 91-in kvadratı bərabərdir x kvadratı üstə gələk 11 çıxaq x kvadratı çıxaq 2 vuraq, x vuraq, 11 çıxaq, x vuraq, kosinus 120 dərəcə. Burada sadələşdirmələri aparsaq, x kvadratı çıxaq 11x üstə gəl 30 bərabərdir 0 kvadrat tənliyini alırıq. Kvadrat tənliyin kökləri x1 bərabərdir 5-ə, x2 bərabərdir 6-ya. Və uyğun olaraq əvvəlcə x bərabərdir 5 desək, 11 çıxaq x ifadəmiz 6-ya bərabərdir. Daha sonra x-ə 6 desək, 11 çıxaq x ifadəsi isə 5-ə bərabər olacaq. Bu iki haldan biz qısa tərəfin 5-ə bərabər olduğunu alırıq.